Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Mənim əzizlərim, mən görürəm ki, son zamanlar nəsə mən məşaqçılıq eləyirəm bu bəzi psixoloqlarımıza, bəzi hətta sıradan bir insanlara. Psixoloqları başa düşdü, bəzi şeyləri mən danışmamalıyam, danışıram. Amma bu sıradan billəri mənim həyatı məşğuliyyətimlə, hansı işlərlə ki mən məşğulam, nələr eləyirəm, nələr eləmirəm, bilmirəm bunları niyə bu qıcıqlandırır və tipa insanları bunlar ayırdırlar ki, yəni bu insan başqa işlərlə də məşğuldur, burada qardaş, ay bacı, ay sənə qurban olum. Mən xoşbəxt insanam ki, mənim bir neçə sizdən fərqli olaraq sənətim var və profesional şəkildə məşğul oluram bu işlərlə. Anlatabildimmi? Mən çox işlərlə məşğulam. Burada bir ziddiyyət yoxdur, burada heç bir şey yoxdur. Yəni, halallıq, hər bir şey qaydasındadır. O ki qaldı mənim çıxışlarıma, sizə qurban olum. İstəyirsiniz qulaq asın, istəyirsiniz qulaq asmayın. Bu sizin öz qərarınızdır və öz əlinizdədir. Mən heç kəsə yalvarmıram və yaxud mən yəni demirəm ki, gəlin mən sizin müalicə edeyim və yaxud nədirsə. Mən sadəcə bildiklərimi, yəni dəqiq bildiklərimi, boş eşitdiklərimi və yaxud boş-boş oxuduqlarımı demirəm sizə. Mən nəyəsə əsaslanıb deyirəm. Deyirəm ki, aylasız. Anlatabildimmi? Gedib yazıqsız, xəstəsiz. Hər kəs çıxış yolu axtarır. Bir nə deyirlər 3 seansa sağaldacam, bir nə deyirlərlə bir seansa sağaldacam. Bunlar yanlışdır mənim əzizlərim. Gedib belə şeylərə uymayın və yaxud biri çıxır deyir ki, sizə hər yerdə seansı baha deyirlər, mən ucuz deyirəm, gəlin filan belə elə. Bunlar hamısı boş-boş şeylərdir. Dünya təcrübəsində, yəni dünyada ümumiyyətlə ən əsas MDB ölkələrində bu belə olmur seanslar. Yaxşı, məsələn, tip sahələrində, tip mərkəzlərində bu belə işləmir. Yəni, seansı 50 manat, seansı 70 manat deyil. Nəyə görə deyil, onu deyəcəm sizə. Orada yaxınlaşırsan, illik köçürmə köçürdürsən və bir il sən, yəni istəyir 5 aya, istəyir 6 aya, istəyir 3 aya sağalsan belə, bir il kurslara, yəni bu leksiyalara zada gəlib getmək şansın var. O nəyə görədir? Onu stabil eləyiblər. Çünki həkimlər, psixoloqlar, psixoterapevtlər, yaxşı həkimlərdən gedir söhbət. Bunlar başa düşürlər və bilirlər. Orada belə bir şey yoxdur. Mən səni 3 seansa sağaldaram, 5 seansa belə şeylər yoxdur. Heç kəsə heç belə absurd məsləhətlər vermirlər və yaxud vədlər vermirlər. Nevroz, yəni bir gün, 5 gün, 1 ay, 2 ay, 3 ayın söhbəti deyil. Anlatabildim mi? Bəli, 3 günə və 1 seansa sizi özünüzə qaytarmaq mümkündür. Məsələn, özgüvən itəndə, özgüvən hansındadır, hansı növündədir? Anksiyetada, hamımız bildiyimiz anksiyeta. Yəni, ona adı anksiyetadır. Ümumi təşviş həyəcan. Yəni, pastayan sən təşviş həyəcandasan. Anlatabildim mi? Səbəbsiz yerə. Özgüvən itib, heç bir iş görmək istəmirsən, yaşamağa meyilli deyirsən, depressiya halındasan
və yaxud bir işi görmək istəyirsən, öz-özünə deyirsən, yox, mən bunu bacarmaram, bu mənlik deyil, mən filan, belə, elə, pastiyanla öz-özünə güvənmirsən və bunun konflikt yaradır. O zaman bəli, haradasa bir, ikinci seansda, üçüncü seansda siz rahatlaşa bilirsiniz. Bu motivasiya gələ bilər sizə, amma o demək deyil, siz sağalırsınız. O mümkünsüzdür. Yenə də çünki hansı bir situasiyada, slojni situasiyada siz yenə də özgüvən itəcək, yenə də siz məcbur bu həkimə pastayanı yəni yaxınlaşmalısınız. Bu belə işləmir də. Bu bilirsiniz necə işləyir? Bu siz məsələn bu kursları keçə-keçə, yəni bu terapiyaları keçə-keçə artıq beyni o qədər ki amigdal öyrəşir bu negativ düşüncələrə, özgüvən körpəliyindən gələn bir şeydir. Yəni bu sizi valideynləriniz bu cürlə böyüdüb deyə bu artıq beyin, bədən, hər bir şey orada detallar o yöndə işləyir, o yolla, yəni o istiqamətdə işləyir. İndi biz onu 3 seansa necə düzəldə bilərik sizə? Adi bir dənə siqareti tərk etmək üçün insan bir ay əziyyət çəkir. Anlatabildimmi? Və yaxud tərk edirsən, bir həftə çəkmirsən, zülm, əziyyət filan. Sonra bir dənə əsəb gəlir, sırası siqaret elə çəkmədən. Niyə çəkir? Buna vaxt lazımdır. Buna aylar lazımdır ki, əsəb də gəlsən, nə də olsa sən bu siqaretə əl atmayasan. Yəni, beyni o cürlə öyrəşdirməlisən. O cümlədən də nevrozlar da elədir. Anlatabildinmi? Və gəldik depressiyaya. Çox nevrozlar, xroniki nevrozlar, yəni bunlarda bioloji da ola bilir və yaxud sonradan yarana da bilir. Depressiya halına gəldikdə, depressiyada klasik depressiya ola bilər, bir də eksodik ola bilər. Bunlar fərqli şeylərdir. Burada mütləqdir ki, psixiatrda dəstək olmalı, yanaşı psixoterapevt də kömək eləməlidir. Burada psixoloq rol oynamır. Bu, yəni orada preparatlardan da istifadə eləməlisiniz, dərmanlardan və psixoterapiyanı keçməlisiniz. Çünki bunların bəziləri klassiklarda gəlir hətta özünə qəsd eləmək bir düşüncə cəhənnəmə və onu həyata keçirilənlər olur. Ona görə burada psixiatr müdaxiləsi və preparatlardan istifadə mütləq lazımdır. Anlatabildimmi? Ona görə də ay mən 5 günə, ay 3 günə qaldı ki, o adi insanlar hansı ki panik atakdan qurtulub və efir açırlar, deyirlər ki, biz kömək eləyə bilərik, boş şeydir. Bunlarla ümumiyyətlə işləmək düzgün deyil, çünki yanlış yola apararlar. Bir daha dərinliyə gedərsiniz, biraz da depressiyaya düşə bilərsiniz. Hətta biz psixoterapiyanı keçəndə belə görürsünüz ki, ehtiyatla keçirik ki, bu adam depressiyaya təzədən düşməsin və yaxud dərinləşməsin. Qaldı ki, adi insanlar. Nevroz çox dərin məsələdir. Nevrozu, yəni anlamaq zadı, o illərlə təcrübə də lazımdır, oxumaq da lazımdır. Mən baxıram, cavan uşaqlar da çıxırlar 5 manat, 3 manat qazanmaq üçün cürbəcür terapiyalar var da. Nə bilim, bunlardan istifadə edib məhz nevrozlara kömək eləmək istəyirlər. Niyə məhz nevroz? Hərəsinin öz sahəsi var da. Nevroz çünki ipə yatımlıdır, yəni nəyə desən inanır. İnsan suda boğulanda bir dənə çöp axtarır ki, tutsun, yəni ümid eləyir. Ona görə də yaxınlaşır, boş yerə də pulları gedir, anlatabildim mi? Sonra biraz da pisləşirsiniz, sağalmayanda deyirsiniz, yəqin mən nizliçimiyəm, yəni mən sağalmayan xəstəyəm, mənə heç bir həkim kömək eləyə bilmir. Daha düşünmürsünüz ki, siz yanlış istiqamət götürmüsünüz, anlatabildim mi? Get-gedə nə suallarınız var, verin, mən sizə deyəcəm, tamam mı? Çox şeyləri ələ açıqlayacağıq biz. Sağ olun, özünüzə yaxşı baxın.